Əhkam 17. Nəzasət 6. Murdar, meyit, ölü cəsəd. İslami mühitlərdə satılan heyvanın əti, dərisi və sair hissələri pakdır. Həmçinin bu qeyd olunanlar müsəlmanın ixtiyarında, məsələn, əlində, evində, yaxud dükanında olarsa, onların pak olmağına hökm olunur. Habelə əgər qeyri-müsəlman ölkələrindən heyvanın əti, dəri və piyi kimi ruhu olan hissələri gətirilərsə və o heyvanın şəri qayda ilə kəsilməməsinə yəqin edilməzsə, onların pak olmağına hökm edilir. Başqa sözlə, o vaxt nəcisdir ki, qeyri-şəri qayda ilə kəsilməsi bəlli olsun. Amma şəri qayda ilə kəsilməsi ehtimalı verilərsə, pakdır. Lakin nə qədər ki, şəri qayda ilə kəsilməsinə yəqin edilməyib, onu yemək haramdır.